Heç sən hər hansısa bir imtahanda görmüsənmi ki, yəni cavabları sən qabağa qoysunlar. Hətta kim cavabı qoyarsa deyər ki, sən yalancısan, sən köçürmüsən, sən düzgün imtahan verməmisən. Yəni elə imtahan sayılmır. Dünyada imtahandır, cavab ola bilməz, burada cavab yoxdur. Amma Rəbbimiz bizə elə cavablar verir ki, hətta biz mutmain olaq, duamızı qəbul edir, işimizi asanlaşdırır. Çətin işləyirsən, bu işin öhdəsinə mən necə gələcəm? Bitirəndən sonra subhanallah, Allah mən üçün asanlaşdırdı. O qədər olub belə şeylər. Nə xəstəliklər olub, hansı xəstəliklərdən yaxınlarımız ayılıb. Nə qədər olub belə? Nə qədər insanlar olub, Allah qaytarıb, vəfat eləməyib. Allah göstərir bunu. Halbuki, görürsən heç xəstə olmayanlar gedən vaxt olur. Ona görə yəni bu dünya ibtiladır və Allah bizə müəyyən ibadətlər qoyub. Bu ibadətləri Allah bizdən soruşmayacaq ki, mən belə qoydum, belə qoydum. Və o namaz ən gözəl ibadətdir ki, nəyə görə namaz buyurulub? Çünki namaz səni daima Rəbbinlə bərabər edir. Təsəvvür, namaz olmasa, insan Rəbbini yada sala bilməz. Sübh namazında Rəbbini yada salsın. Fəsəbbih bihamdi rabbike qablə tulu'i şəmsi və qabləl qurub və minəl-leyli və ədbərəs sucud. Və minəl-leyli fəsəbbih və ədbərəs sucud. Deyir ki, gün batmamışdan qabaq Rəbbini yada sal. Rəbbinlə ol. 24 saat vaxt ver, 1 saatını istəyir bizdən. Ki, sən Rəbbini yadına salsın. Vallahi, bu namaz olmasa, insanlar çox problemlər yaşayarlar. Təqva, iman olmasa, insanlar çox... Və ən gözəl təqva əhli namaz qılanlar. Bu demək deyil ki, namaz qılanlarda heç bir problem yoxdur, yox. Namaz qılanların problemi dinin problemi deyil. O şəxsin özünün problemi. Hər hansı bir namaz. Amma namaz gözəl bir ibadətdir, səni Rəbbinə bağlayır. Allah Azze ve Celle namaz qılanları tərifləyir. Allah Azze ve Celle namaz qılmayanları təhdid edir. İlk onlar cəhənnəmə düşəcəklər. Və bəzən deyir ki, heç bağışlamayacam onları. Yəni, bəzi hədislər var ki, onlar kafirlərlə həşr olunacaq. Belə hədislər var, təhlükəli hədislər. Və həmçinin ibadətin nə vaxt qəbul olunur sən? Bax, Allah bizə Quran-ı Kərim deyir ki, "Qul in kuntum tuhibbunallah fattabi'un yuhibbukumullah yaghfir lakum zunubakum." De ki, siz əgər Allahı sevirsinizsə, Muhammedə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Muhammed sənə sallallahu aleyhi ve sellem sənə namaz əmr edib. Allah özü Quranda sənə namaz əmr edib. Qur'an, oxuduğun Qur'an sənə namaza əmr edir. Və sən necə namaz qılmırsan ki?